müvəqqəti olan həyatları üçün bu qədər çalışan insanlar əbədi olan həyatları üçün görəsən niyə çalışmırlar? Nəyə görə insanlar müvəqqəti olan həyatı əbədi olan həyatlarından üstün tuturlar? Əgər bu cür insanların gözlərinin qarşısından zülmət pərdələri götürülsə, ruhlarının necə bir çirkin vəziyyətdə olduğunu görərlər. Əgər kimsə bu dünyada Allah Teala'ya qarşı itaətsizlik etsə, mütləq şəkildə qiyamət günü onun ruhu əbədi bədbəxtçiliyə düçar olacaq. Necə ki, Allah Teala Quran-ı Kərimin Zümər surəsinin 56-cı ayəsində belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Yə həsrətə alə mə fərrattu fi cəmbilləh. Allaha qarşı itaət barəsində etdiyim təqsirlərə görə vay mənim halıma.